Hər kəsə salam. Mən Azərbaycanın yeni və müasir dövr tədqiqatçısı tarixçi Əli Novruzov. İzləyicilərdən bəziləri sual verirlər ki, bəs Azərbaycan SSR-də, yəni Azərbaycan Sovet Sosialist Respublikasında dövlət başçısı kim idi? Ümumiyyətlə biz Sovetlər sisteminə nəzər salan zaman bu sistemin ikiliyini, xüsusiyyətlərini, hüquqi və faktiki tərəflərini mütləq şəkildə nəzərdən keçirməliyik. Bildiyimiz kimi var məsələnin de facto, yəni faktiki tərəfi, var məsələnin de jure, yəni hüquqi formal tərəfi. 1920-ci ildə aprelin 28-də Şərqdə və Azərbaycan tarixində ilk sosialist respublika olan Azərbaycan Şura Sosialist Cümhuriyyətinin qurulmasından sonra yeni bir respublikanın, yeni cümhuriyyətin dövlət institutları, yəni qanunverici və icra edici hakimiyyət orqanları formalaşmışdı. Yeni respublikada ikili bir idarəetmə sistemi var idi. Var idi Azərbaycan Kommunist Partiyası, var idi Azərbaycan Müvəqqəti İnqilab Komitəsi və digəri də Xalq Komissarları Soveti ki, bu da İnqilab Komitəsinin tabi idi. Deməli, Azərbaycan Kommunist Partiyası ölkəni faktiki idarə edirdi. Amma Azərbaycan Müvəqqəti İnqilab Komitəsi və ona tabi olan deməli, Xalq Komissarları Soveti ölkəni hüquqi baxımdan, yəni de jure baxımdan idarə edirdi. Nə idi Azərbaycan İnqilab Komitəsi? Azərbaycan İnqilab Komitəsi qanunvericilik səlahiyyətinə malik idi. Yəni ki, qanunları hazırlayırdı, qərarlar verirdi, dekretlər verirdi, müharibə sülh məsələlərini həll edirdi, tərkibi Azərbaycandan ibarət idi. Xalq Komissarları Soveti tabi idi İnqilab Komitəsinə, o da deməli qərarları icra edirdi. Amma Azərbaycan Kommunist Partiyası isə faktiki baxımdan daha geniş səlahiyyətlərə malik idi, faktiki səlahiyyətlərə malik idi. Amma 1921-ci ildə Azərbaycan tarixində ilk konstitusiya qəbul edildi, yəni Azərbaycan SSR-nin ilk konstitusiyası qəbul edildi. Həmin konstitusiya ilə artıq ölkənin qanunverici və icra edici hakimiyyət orqanları müəyyənləşdirildi. Məsələn, həmin konstitusiyada yazılmır ki, Azərbaycan Kommunist Partiyası ölkəni faktiki idarə edir, faktiki rəhbərdir. Yəni belə bir məsələ orada yoxdur. Həmin konstitusiyada yazılır ki, məsələn, dövlət hakimiyyət orqanları hissəsində yazılır ki, Azərbaycan Ali Qanunverici orqanı Azərbaycan Mərkəzi İcra Komitəsidir. İcra edici orqan isə Xalq Komissarları Şurası, yəni Xalq Komissarları Sovetidir ki, bu da deməli Mərkəzi İcra Komitəsinin tabiidir. Yəni düzdür, biz nə qədər desək ki, yəni ölkəni faktiki idarə edən Azərbaycan Kommunist Partiyası idi, amma hüquqi tərəfindən biz baxanda görə bilərik ki, ölkənin hüquqi rəhbəri, hüquqi baxımdan ölkəni idarə edən Azərbaycan əvvəlcə İnqilab Komitəsi oldu 1921-ci ildən Azərbaycan Mərkəzi İcra Komitəsi və Xalq Komissarları Sovetidir. Bunların da bəli səlahiyyətləri geniş idi və ölkənin idarəsində bunlar iştirak edir. Yəni biz tam deyə bilmərik ki, hə, bir dənə Kommunist Partiyasının sədri ölkəni idarə edirdi, diktator o idi, heç qalanları, yəni heç bir səlahiyyətə malik deyildi. Elə bir məsələ yoxdur. Yəni kollegial idarəetmə sistemi var idi. Hətta sizə onu deyim ki, hətta 20-30-cu illərə kimi Azərbaycan Kommunist Partiyasının geniş bir səlahiyyətləri yox idi. Yəni hətta Mərkəzi Partiyanın birinci katibi belə ölkənin tam tək idarə edilmirdi. Üçlü bir idarəetmə sistemi var idi partiyada. Məsələn, 3 dənə katib bir yerdə idarə edirdi. 20-ci ilin ortalarında ölkəni, məsələn, Kommunist Partiyasında var idi Ağamirov, Mirzoyan və Əli Heydər Qarayev. Yəni üçlü bir deməli katib ölkəni idarə edirdi. Da faktiki idarə edirdi təbii ki. Amma hüquqi baxımdan Mərkəzi İcra Komitəsinin sədri Muxtar Hacıyev ölkənin hüquqi rəhbəri hesab olunurdu. Xalq Komissarların Sovetinin sədri Nəriman Nərimanov da deməli ölkənin baş naziri idi, yəni indiki dilində isə, yəni Nazirlər Şurasının sədri idi ki, o da tabe idi deməli Mərkəzi İcra Komitəsinə. Amma Mir Cəfər Bağırovun hakimiyyətə gəlməsindən sonra 1933-cü ildən sonra artıq partiya rəhbəri, yəni Kommunist Partiyasının katibi ölkənin faktiki rəhbəri hesab olundu. Amma yenə də bununla belə yenə də artıq 1937-ci ildə qəbul edilən konstitusiyada göstərilirdi ki, baş soveti, ölkənin baş soveti, yəni Azərbaycan baş soveti qanunverici səlahiyyətə malikdir, Xalq Komissarları Şurası da icra edici səlahiyyətə malikdir. Deməli, tabe edir baş sovetə. Hətta sizə onu deyim ki, SSR-də belə, yəni Stalin özü belə ölkənin rəhbəri hesab olunmurdu. Yəni 41-ci illə kimi, yəni ölkənin rəhbəri hesab olunmurdu. Baxmayaraq ki, biz Stalinə diktator deyirik ki, tək hakimiyyət boyunca belə deyildi. Partiya ölkəni idarə edirdi və partiya da Stalini seçmişdi əslində. Düzdür, o tərəfdarlarının sonradan onun əleyhdarlarını, rəqiblərini adına qaldırırsa, bununla belə yenə də hətta Stalin özünün belə repressiya olmaq təhlükəsi var. Repressiya mövzusu bizim mövzumuz deyil, gələcəkdə inşallah bu barədə bir geniş bir çıxış hazırlayacağım. Amma məsələ nədir? Məsələ oldu ki, ölkəni tək Kommunist Partiyası idarə edir deyə bir anlayış kökündən yanlışdır. Yəni ölkəni kollegial formada idarə olunurdu və faktiki rəhbərlik Kommunist Partiyasındaydı. Hüquqi rəhbərlik ki, bunlar da təbii ki, Kommunist Partiyasını ölkəni bir yerdə idarə edirdilər. Əvvəlcə 1920-dən 21-ə kimi
İnqilab Komitəsi idi. Azərbaycanda Xalq Komissarlar Soveti də icraçı hakimiyyəti idi. 21-ci ildən 37-ci ilə kimi Mərkəzi İcra Komitəsi idi. Bir də ki, Xalq Komissarlar Soveti yenə 37-ci ildən sonra 40-cı illərə kimi deməli Baş Soveti, daha sonra gəlir Ali Sovetin Rəyasət Heyətinin sədri. Baxın, var Ali Sovet, bu ayrıdır, bu indiki parlamenti bərabərdir. Var Ali Sovetin Rəyasət Heyətinin sədri. Bu artıq Mərkəzi İcra Komitəsinə bərabər idi. Ölkənin hüquqi rəhbəri hesab olunurdu. Yəni, Ali Sovetin Rəyasət Heyətinin sədri. Yəni, SSR-nin maraqlı, Azərbaycan SSR-in yəni, belə bir maraqlı idarəçiliyi yəni, var idi. İkili idarəçilik var idi ki, bu da həmin Sovet sisteminin əslində mürəkkəbliyini və maraqlı tərəflərini göstərir. Yəni, Sovetlər ölkənin respublikan quranı elə qurmuşdular ki, biraz Fransa inqilabından götürmüşlər, biraz götürmüşlər Paris kommunasından, biraz oradan, biraz Yunanistan idarə etməsindən götürüb belə bir idarəçilik yaratmışdılar. Yəni, Sovetlərin sistemi əslində belə bir tarixi təcrübədən götürmüş bir idarəçilik idi. Yəni, onlar tək bir adamın idarəçiliyi deyil Sovetlərdə, kollegial idarəçilik idi ki, bu da tarixi təcrübədən, tarixi arayışdan, yəni tarixi ona keçmişi nəzər salıb idarəçilik qurmuşdular. Təşəkkür edirəm izlədiyiniz üçün, sağ olun.